Salamlar hər birinizə. Sabahki OTK imtahanı üçün belə bir sınavımız mövcuddur. Sınavı izahlar eləyəcək. İnşallah ki, sabah sizə bunun köməkliyi olar. Hər birinizə sabahki imtahanda uğurlar olsun. Çalışın, daha diqqətli yazın. Deməli, birinci sualımız nədir? Deyir, 600x bərabərdir 3x plus 1 olarsa 800x tapın. Sadələşdirir. 600x nə deməkdir? 200x vurulsun 3x bərabərdir 3x plus 1 necə yaranır? 3x vur 3'sü 1. Vurulanda qüvvətlər toplanılır. 3x-ları ixtisar aparırıq. Olur 200x bərabərdir 3'ə. Bilirik ki, 8 nə deməkdir? 200 3 deməkdir. Üstündə də nə? X. Bunlar bir-birinə vurulur. Qüvvətin qüvvəti olanda bir-birinə vurulur. Yerini dəyişə bilərsiniz. Yəni 2 üstündə x, üstündə də nə? 3. 2 üstündə x nə deməkdir? 3 deməkdir. Üstündə də nə? Həmin bu qüvvəti 3. Olur, doğru cavabımız nə? 27. 32-ci suala diqqət edirək. İfadəsini sadələşdirin deyir. Yadınıza qalsın ki, bu kimi ifadələrdə baxın 2 dənə kök var. Bu kökdən çıxmalıdır. Baxırıq ki, dərəcəsi nədir? Diqqət edirək dərəcəsinə. Dərəcə yazılmayanda 2-dir. Deməli, bu ifadə nəyinsə kvadratıdır. Diqqət etirsək, görək ki, 2 kökdə 3'ü 2'yə bölsək, a minus b'nin kvadratı ya da a plus b'nin. Ortada nə var? 2ab var da düsturumuzda. 2'yə bölsək olur kökdə 3. Kökdə 3 və 1 kimi düşünsək, məsəl üçün kökdə 3 minus 1'in mötərizə kvadratı nə edir? Kökdə 3'ün kvadratı 3, hasilinin 2 misli 2 kökdə 3 edir və sonuncunun kvadratı 1 edir. Bunların cəmi nə qədər edir? 4 minus 2 kökdə 3. Həqiqətən də bu ifadə nəyin açışıdır? Kökdə 3 minus 1'in kvadratı. Həmin bu kvadratla bu kvadrat gedir, modulda kökdə 3 minus 1 qalır. Və baxırıq ki, bu ifadə müsbət olduğuna görə olduğu kimi çıxacaq. Yəni kökdə 3 minus 1 kimi çıxacaq. Alırıq ki, ifadədə yuxarı hissədən kökdə 3 çıxartsaq, bu kök altında nə deməkdir? 9 deməkdir. Yəni kök altında 3'ün kvadratı. Kökdə 3'ü çıxarsaq, birincidən kökdə 3 qalacaq. Minus kökdə 3'ün hamısını götürdüyünə görə 1 qalır yerində. Aşağı hissədə də kökdə 3 minus 1. İxtisar gedir, cavab olur kökdə 3. D variantı. 33-cü sualda təyinlər sistemindən x plus y cəmini tapın deyir. Bu ifadəni sadələşdirir. Bu ifadə nə deməkdir? 2x minus y və 2x plus y kvadratlar fərqi bərabərdir 35'ə. 2x plus y-imiz neçədir? 5'dir. Onda 2x minus y-imiz nə olmalıdır? 7 olmalıdır ki, 7 5'i 35 eləsin. Yazdırıq ki, 2x minus y bərabərdir 7'yə. Və bunları toplayırıq alt-alta. Olur 4x, y-lər gedir 12'yə bərabərdir, x də bərabərdir nəyə? 3'ə. Aparıb yerinə yazsaq burada. Olur 2 vurulsun 3 minus y bərabərdir 7'yə. Bu elir 6 minus y bərabərdir 7. Y də tapmadan ötürü 6'dan 7 çıxır, elir mənfi 1. Y olur mənfi 1, x-imiz olur 3. 3'dən də 1'ə çıxanda doğru cavabımız olur B variantı. Daha sonra keçid eləyək 34-cü suala. 10 mərkəzli çevrədə AOC-nin dərəcə ölçüsünü verib 30 dərəcə və BOD-nin də dərəcə ölçüsünü verib 20 dərəcə. Bizə deyir ki, OCD-nin. Buranı tapmaqdan ötürü bilirik ki, bu nədir? Diametrdir. Diametrdir deyə bu nədir? Açıq bucaqdır. 30 dərəcə, 20 dərəcə. Nə qədər eləyir? 50 dərəcə. Yerdə qalır nə? 130 dərəcə. Bunlar nədir? Radiuslarımızdır və bərabər yanlı üç bucaq yaranır. 180-dan 130'u çıxırıq. Yerdə qalır nə? 50 dərəcə. Bunlar da bərabər bölünməlidir. Yəni 25 dərəcə olmalıdır. OCD ona görə neçə olacaq? 25 dərəcə. Keçid eləyirik 35-ci suala. 3 ardıcıl tək ədədin cəmi 57 olarsa, bu ədədlərdən ən kiçiyini tapın. Tək ədədlər arasındakı fərq 2 vahiddir. Bunu 2n plus 1 üstə 2n plus 3 üstə 2n plus 5 bərabər 57 ilə eləyə bilərsiniz. Və yaxud da birin x, o birisinin x plus 2, yəni 2 vahid artdı da tək ədədləri. Məsələn 3-dür, 5-dir, 7-dir. Bunlar neyinir? 2 vahid arta gedir. Birinci tək ədədimiz x olsun, o birisi x plus 2 olur. Digəri nə olur? X plus 4 olacaq. Bərabərdir 57'yə. 3x plus 6 bərabərdir 57'yə. 3x bərabərdir 51'ə. X də bərabərdir 17'yə. Deyir, bu ədədlərdən ən kiçiyi olacaq nə? 17. Məsəl üçün, bu kimi ifadələrdə biz n-i tapanda artıq 2n plus 1-də qoymayıq. Bu da bizə nədir? Müəyyən dərəcədə zamanda, yəni ki, necə deyim, çox zaman sərf eləmiş oluruq. Amma burada isə birbaşa x-i tapmış oluruq.
36-cı sual bərabərsiz bir eşiyə düşür. Ödəyən tam ədədlərin cəmini istəyir. İndi 3-ü hər tərəfdən çıxırıq. -5 çıx 3 kiçikdir 2x kiçikdir 5 çıxılsın 3. Bu ifadəmiz olur -4 2x, bu da 2. 2-yə bölürük, olur -2 kiçikdir x kiçikdir 1-dən. -2-dən 1-ə kimi ödəyən tam ədədlər nədir? -1 0 və 1-i götürmürük. -1 0. Cəmi nə qədər eləyəcək? Olacaq -1. 37-ci suala diqqət yetirsək, deyir ABC üçbucağında D medianların çəkmə nöqtəsi BD-ni verib bizə 10. AC-ni verib 24 və AD bərabərdir DC olarsa DC-ni bizdən istəyir. Bunlar o zaman bərabər olur ki, bərabər yanlı olsun. Adətən bərabər yanlı olanda medianlar burada indi AD əgər DC-yə bərabərdirsə, deməli medianlar bərabərdir. Həmin bunun axıra kimi olan medianı buna bərabərdirsə, bərabər yanlıda alınır. Bunu indi buradan endirsək, 2-nin 1-ə nisbətdə bölündüyünə görə bu ondan 2 dəfə az olur, yəni ki 5 olur. Və bərabər yanlıda təpədə endirilmiş median həm hündürlük, həm tənbələn sayılır. Bura nə qədər olacaq? 12 olacaq. 5, 12. Pifaqor teoremin tətbiq etsək olacaq nə? 5-in kvadratı 25, 12-in kvadratı 144 olacaq 13. 38-ci suala diqqət edirək. Çoxhəddisin standart şəkli yazısında x kubunun əmsalını müəyyən edin. Baxın, biri var ki, zaman itirərək, məsəl üçün, bilək ki, hamısını vurub açır, x kubunun əmsalına baxaq. Bir də baxaq görə x kubu harada yanır? 5x kubun bunların hansına vursaz, qüvvəti artacaq, yəni x kubu yaranmayacaq. Bunu çıxdaş edirik. 3x kvadratın buna vuranda 4 yaranır da. Vurulacaq nəyə? -3x kvadratı vurulacaq -3x-ə. Bunda yaranır. 5x-i indi yoxlayırıq. 5x nəyə vurulmalıdır? 2x kvadratına. Olacaq nə? 10x-in kubu. Bu birisinə vuranda kvadrat yaranacaq. Buna da vuranda kvadratda. Yəni bunlarda yaranır. Deyir x kubunun əmsalını müəyyən edin. Olur 9x-in kubu üstə gəlsin 10x-in kubu. Və bu da nə edir? 19x-in kubu. Yəni, biri var hamısını vurub açasınız, zaman itirəsiniz. Biri də var ki, bu formada həll etmək olar. 39-cu suala diqqət edirək. Orta məxrəcə gətiririk. Olur sinus 16 dərəcəmiz və kosinus 16 dərəcə. Birinci kəsirin nəyə çatışmır? Kosinus 16 dərəcəsi. İkinci kəsirin nəyə çatışmır? Sinus 16 dərəcəsi. Olur sinus 48 dərəcə, kosinus 16 dərəcə. Çıxılsın kosinus 48 dərəcə, sinus 16 dərəcə. Yuxarıdakı ifadə bizi nəyə bildirir? Sinus, kosinus, kosinus, sinus. Bu sinus alfa üstə gəlir beta və yaxud da alfa minus beta. Minusun aradan bilirik, burada minus var deyə. Olur sinus 48, alfamız 48-dir. Çıxılsın betamız da 16 dərəcə. Aşağı hissəmizdə ki, 2-yə vursuq və 2-də 1-ə, yəni bu tarazlaşmaq üçün 2-yə vurmalıyıq, 2-yə də bölməliyik. Bunun başlanğıcdan belə yazsaq, 2-də 1 vurulsun 2. 1 deməkdir də bu. Sinus 16, kosinus 16. Və yaxud da belə də yazmaq olar. Bunu belə saxlayaq. Yəni, hər cürə eləmək olar. Bura nə qədər edir? Sinus 32 edir də, düzdür? Sinus 32 nə deməkdir? 2 vur 16 deməkdir. Sinus 2 alfanın düzdür nədir? 2 sinus alfa. Alfa artıq nə eləyir? 16 dərəcə. Kosinus 16 dərəcə. Sinus 16, kosinus 16. Bu da ixtisar eləyəndə 2. Bayaqçı onu eləmədim ki, beyninizdə hər hansı bir qaranlıq qalar ona görə. 40-cı sualda deyir ki, 25 manata satılan məhsulun qiyməti əvvəlcə 20%, sonra isə alınan yeni qiymət 40% artırılır. 25-i 20% artıranda 120 olur. 120-yə vururuq. 120%. Bölünsün 100. Bunu ixtisar edirik. Buraya edir 4. 120-ni də 4-ə böləndə edir 30. Deməli 30 manat olur. Sonra yeni qiyməti 40% artırılır. Yenə 30-u vururlar nəyə? 140-a. Bölürlər 100-ə. Sıfırları aparırıq. 14-ü 3-ə vuranda edir 42. Deyir məhsulun satış qiymətini tapın. Olacaq nə? 42. Sonra keçid eləyək. 41-ci suala. Bayaqçı 47-də. Deyir ki, ABC düzbucağının sahəsi, bunun sahəsi 90-dır. AK bərabərdir NK-ya. Buranın A qeyd eləyib, burada A olsun. Burada onda nə olacaq? A olacaq. Və AB-nin uzunluğunu bizə nə verib? 10 verib. Burada nə olacaq? 10. Deyir, MNKD düzbucağlısının
MNKD. Düz cavabın perimetrini tapın. Aha, tapaq. Buranın məsəl üçün x qeyd edəcəyik. Sahəni necə tapırıq? 10 vurulsun A plus x bərabərdir nəyə? 90-a. Və bizə sahə verilib. ABC'nin sahəsi. Bəli. N vur uzunluq demək. N'imiz A plus x eləyir. Digəri də 10'dur. İndi bunun MNKD'nin perimetrini necə tapırlar? MNKD'nin perimetri 2 vurulsun A üstə gəl x-dir. N vurulsun. N üstə gəlsin uzunluqdur. 2A plus B deyil. Bizim A'mız budursa B'miz də x-dir. Bərabərdir. Buna sual qoyuruq. Baxın, görün. Verilən ifadə budur. Bizdən istənilən ifadə budur. Neçə dəfə azalmadı? Sanki 5'ə bölüb. 90'ı da biz 5'ə böləndə qədər edəcək? 18. Bax, çox asandır. Yəni, vaxt itirmədən. 42-ci sualda aşağıdakılardan hansı deyir ki, cahizin vuruqlarından biridir? Aha. Deməli, burada bunu sadələşdirsək, yəni x minus 3y müxtəsər olmalı üstürü kvadratlar fərqi x plus 3y yazsaq və bu hissədən də 2'ni çıxarsa olur x minus 3y və x minus 3y təzən bir mötərizə xaricində çıxarsa birincidə qalır x plus 3y plus nə? 2. Deməli, x minus 3y'miz yoxdur. X plus 3y plus 2 olur D variantı. 43-cü sualda deyir ki, çoxluqlar üçün NA-nı verib 7, MB-ni verib 5. Deyir, ən böyük qiymət. Baxın, buna aid mən sual paylaşmışdım Shorts'da. Yəni ki, YouTube Shorts'da da baxa bilərsiniz. TikTok'da da mən paylaşmışdım. Bunun ən böyük qiyməti o zaman ola bilər ki, düşünün ki, bu A çoxluğudur. İçində nə çoxluğu var? B çoxluğu. B'dəki olan 5 elementin hamısı A'da var. Onda ən çox bunların kesişməsi nə qədər olacaq? Elə B'dəki qədər. Olacaq nə? 5. 6 ola bilməz. Çünki B'də onsuz da 6 dənə element yoxdur. 6 dənə element yoxdursa bunların kesişməsi də 6 dənə olmayacaq. 7 dənə ola bilməz. Maksimum ola bilər 5 dənə. Olur E variantı. 44-cü sualda tənliyin ən kiçik nisbə kökünün dərəcəsini tapın. Diqqət etirin, pi bölü 2 plus x. Bu neçənci rübdür? İkinci rübdür. İkinci rübdə sinüs işarəsi nədir? Müsbət. Ad dəyişəcəyimi? Dəyişəcək. Çünki 90 dərəcə, 90'ın tək misli və yaxud da pi bölü 2'nin tək mislidir. Olur kosinus x bərabərdir 2'də 1. Bunu necə həll edirik? Plus minus dərəcə ölçüsünü tapın. Buna aid sual həll eləmişik canlıda. 60 dərəcədə alırdı. 60 dərəcə plus 2pi n'dir. Bizə deyir ən kiçik müsbət kökünü. X bərabərdir 60 dərəcə plus 2pi n'ə ayırsaq x1. X2 də bərabərdir mənfi 60 plus 2pi n'ə ayırsaq. Burada n'ə məsələn 0 versə 60 dərəcə alınır. Onsuz da cavab 60'dır. Bəs burada niyə alınmır? N'ə məsəl üçün 0 versə mənfi 60 müsbət kök sayılmır. N'ə biz neçə verə bilərik? N'ə biz 1 verə bilərik. Bunu 360 dərəcə yazmaq lazımdır. 360 dərəcə. N'ə 1 verəndə mənfi 60 üstünə 360 yerində 300 dərəcədir. Bunlardan hansı kiçik oldu? 60 dərəcə. 45-ci sualda uzunluğu 17 cm olan parça müstəvini kəsir. Baxın, bu sual çox düşür. Buraxılışa da düşə bilər belə sual. Müstəvini kəsən bir parçadır. Düşünün. Və bu formada. Uzunluğu da 17'dir. Və uclarından müstəviyə qədər məsafələr nə qədərdir? 8'dir. Burada nə qədərdir? 7'dir. Bunu birləşdirək. Formada. Aha. Perpendikulyardır. Məsafəyə deyəndə perpendikulyardır. Və 17'dir deyə. Buranın məsələsini düşünün ki 17 minus x. Buranı düşünün x. Deyək ki, parçanın müstəvi üzərindəki proyeksiyasının uzunluğunu tapın. Proyeksiyanın uzunluğunu tapmanın ötürü buna aid də sual paylaşmışam. Buraxılışa aid belə bir sual düşüb. Deməli, bunların ikisinin cəmini bizdən istəyir. Bu üç bucaqlar oxşardır. Niyə görə? Çünki bunlar qarşılıqlıdır və iti bucaqların cəmi nə olmalı? 90 dərəcə olmalı deyə. Bura alfa olanda, o birisi də beta olanda avtomatik bu birisi də beta olur. Burada nisbətlər nəyə yazırıq? Olur 7'nin 8'ə nisbəti bərabərdir. Birinci hardan götürmüşük? Buradan götürmüşük də, düzdür? X-in 17 minus x-ə nisbəti. Çarpaz vururuq. Olur 7 vurulsun 17. Bu da 49, 119. 119 minus 7x bərabərdir 8x-a və 15x bərabərdir 119-a. X də bərabərdir 119 bölünsün 15'ə. İndi biz x-i tapdıq. Pifaqor teoremi ilə
digərini tapmalıyıq. Yəni ki, bu hissələri tapmalıyıq biz. İndi Pifaqor teoreminə əsasən burada ixtisar gedən də yoxdur. Çünki bu 3-ə bölünmür. Avtomatik 119-un məsələni də oxumuşuq da 17-dir. 17 minus x. Bu birisi də onun üzərindəki müstəviyə qədər məsafələr 8 və 9-dur. Aha. 8-in 7-nin 8-ə nisbəti, x-in 17 minus x-ə nisbəti. Çarpı şəkildə vurduq. 7-in 17-yə vuranda 49, 4 yadda 119 minus 7x. Bəli, düzgündür. Bu formada olur. Aha, indi Pifaqor teoreminə əsasən buranı tapacağıq biz. Bura bir y deyək. Onda y-in kvadratı üstə gəlsin 7-nin kvadratı, yəni 49 bərabərdir 15-də 119-un kvadratı. 15 deməli 225, 119-dakı kvadratı 1461 eləyir. 1000 yox. 14161. 14161. Y-in kvadratını tapanda 225-də 14161-dən çıxması 49-u. Orta məxrəcə gətirsə bu 225-ə vurulmalıdır. 225-ə də 49-u vuranda eləyəcək 11025. Bunu da çıxanda 225 olduğu kimi qalacaq. Olacaq 3136. Bu da olacaq. Deməli, y bərabərdir 15-də 56. İndi bura oldu nə? 15-də 56. Buranı necə tapacaq? Yenə burada oxşarlıq nə eləyək? Çünki Pifaqorla uzun ədədlər alınır da, böyük ədədlər alınır. Ədədləri elə veriblər ki, böyük ədədlərdir. Deməli, 7-nin yenə 8 olan nisbəti bərabərdir 15-də 56-nın burada deyək bir z. Z olan nisbəti. Olur 7z bərabərdir 8 vurulsun 15-də 56. Z-də də tapana nə edirik? 15-də 56 vur 8-i bölü 7-yə. Vurulur 7-də 1-ə. İxtisar gedir bununla. Z bərabər olur 15-də 64-ə. İndi 15-də 64 bu elədir. 15-də 56 da bu. Olur, toplanılır da ümumisini istəyir. 56 plus 64. Bunu da toplayanda deməli 120 olmalıdır. Səhv eləmirəmsə. Bəli, 120. 15-ə birbaşa bölünməlidir deyəsən. 8 olmalıdır cavab. Cavab olacaq 8. İndi diqqət edirəm, bunu başqa necə eləmək olardı? Başqa bunu belə eləmək olardı ki, uşaqlar. Bu, yəni ki, ədədləri böyüdür də, yəni ki. Belə düşünün. Müstəviyin biraz böyütəcək bu formada. Baxın, bura nə qədərdir? 8-dir. Bura nə qədərdir? 7-dir. Bunu düzbucaqlı üstbucağı tamamlayırıq. Bura nə qədər olur? 7. İndi bizə bunu tapmaq lazımdır, düzdür? Bura nə qədərdir? 17-dir ümumidə. Pifaqor teoreminə əsasən bura bir y deyək. Olur y-in kvadratı üstə gəlsin. Burada nə qədər olur? 15 olur. 15-in kvadratı bərabərdir 17-in kvadratına. Y kvadrat bərabər olur 289 çıxılsın 225. O da edir 64. Y də bərabər olur 8. Ən rahat, ən effektiv üsulu odur. 46-cı suala baxaq. Kompleks ədəd bilirsiniz ki, düşür imtahana. Deyir, kompleks ədədin həqiqi hissəsini tapan, sadələşdirək, kvadratları bir kənara atırıq, yazırıq 2 minus 2i vurulsun 2 plus 2. Bu nəyin açışıdır? 2-nin kvadratı minus 2-nin kvadratı nə edir? 4i kvadrat. i kvadratı bilir ki, mənfi 1-dir. 2-nin kvadratı eləyir 4. Bu mənfi 1 mənfiyə dəyəcək, o da plus 4. Elədə nə qədər? 8. Kvadratı bir kənara atmışdı. Yenidən təzədən qaytarırıq. Edir nə? 64. Doğru cavabımız olacaq 64. 47-ci sual. Ədəd silsilə də bilirsiniz düşür. Silsilə fərqi çox sadə sualdır. Müxtəlif yerlərdə olandan ağa ayırırdıq. A9-dan A6-nı çıxırsınız. Aradakı fərqi nə qədərdir? 3-dür. Bölürük 3-ə. 24 minus 9 bölünsün 3. Bunu da çıxanda eləyir 15. 3-ə də böləndə eləyəcək nə? 5. Silsilə fərqimiz olacaq 5. 48-ci suala diqqət edin. Düz prizmanın oturacağı diaqonal 6-ya bərabər olan kvadratdır. Düşünək ki, bu formada paralelipiped onsuz da bu.
Düz prizma o deməkdir ki, oturacaq müstəvisinə perpendikulyar. Düzgün prizma ayrı şeydir. Oturacağı düzgün çoxbucaqlı olan prizma ayrı şeydir. Deyir, diaqonalı 6-ya bərabər. Diaqonalı 6-ya bərabər kvadrat nə deməkdir? A kökdə 2 bərabərdir 6-ya. A da bərabərdir nəyə? 3 kökdə 2. 6-ın kökdə 2-yə böləndə 3 kökdə 2 eləyir. Deməli, bu prizmanın yan tili 5-ə bölürsə, onun həcmini tapın. Və yaxud da bunu başqa necə eləmək olardı? Ən rahat üsulu. Deməli, bizə nə lazımdır? V-ni tapmaqdan ötürü S oturacaq, vurulsun H-dır da, düzdür? Yan tilimiz həmin o H-mızı bildirir. Düz prizmada. Və biz oturacağın sahəsini diaqonala görə necə tapırıq? Bilirik ki, fiqurların sahəsi dərsində S kvadratın sahəsi A kvadratı da var. D kvadratı bölü 2 də var. 6-ın kvadratı 36 eləyir. 2-yə böləndə nə qədər eləyir? 18. V bərabər olur. 18 vurulsun 5. O da nə qədər eləyəcək? 90. 49-cu sualda deyir ki, A-nın hansı müsbət qiymətində həndəsi silsilənin ardıcıl hədləri olar? Həndəsi silsilə əmələ gətirməsi üçün həndəsi orta olmalıdır. Yəni A bərabər olmalıdır. Kök altında loqaritma 2 əsasından 9 vurulsun loqaritma 3 əsasından 4. İndi bunu necə eləyəcəksiniz? 9-u yazırıq ki, 3-ün kvadratıdır. Həmin bu kvadrat qarşı olduğu kimi gəlir. Yəni olur nə? 2, bu artıq gedir. Vurulsun loqaritma 3 əsasından 4. Baxın, 2-dən 3-ə keçdi, 3-dən də nəyə keçdi? 4-ə. Bu, əvvəlin götürürük 2 əsasından. Bir də sonun götürürük 4. Loqaritma 2 əsasından 4-ün cavabı nədir? 2 deməkdir. Çünki 2-nin kvadratı 4 deməkdir də. 2 üstü 2 4 eləyir. Olur, bunun cavabı 2. 2-nin 2-yə vuruq nə eləyir? 4. Bu kök altındaydı. Kök altında 4, o da neçə eləyir? 2. Deyir, A-nın hansı müsbət qiymətində? Təbii olan müsbət qiyməti 2 olacaq. 50-ci sualda deyir ki, katetləri 5, 11 olan düzbucaqlı üçbucağın kiçik katetin ətrafında. Buna aid də suallar həll eləmişik. Baxın, düzbucaqlı üçbucaqdır. Bizə deyir, kiçik katet nədir? Kökdə 11-dir. Çünki kökdə 11-dən təqrib olaraq nə çıxır? 3 tam neçəsə çıxır. Buranı yazırıq kökdə 11, buranı yazırıq 5. Deyir, alınan fırlanmasından alınan fiqurun. Baxın, fırlanmasından alınan fiqur. Bunu buradan yazaq. Bir dəqiqə. Kök altında 11. Fırlanmasından alınan fiqur konusdur. Və radiusumuz bizim nə qədər edir? 5 edir. Alınan fiqurun səthinin sahəsini tapmaq üçün S tam söhbət gedir. S yan üstə gəlsin, S oturacaqdır. S yanımız da bildirir ki, PRL-dir. PRL üstə gəlsin, PR kvadratımızda oturacağımızdır. PR-i çıxartacaq buradan. Olacaq L üstə gəlsin R. L-imiz bizim doğuranımızdır. L-imiz burada kökdə 11, favorit terimi, bu da 5. 11-in üstünə 25 gələndə nə qədər eləyir? EC 36. 36-dan nə çıxır? 6 çıxır. Deməli, elimiz 6. Buradan yazım rahat şəkildə. Olur, P-ni olduğu kimi də saxlayırıq. P, R-imiz necədir? 5-dir. Mötərizənin içərisində L neçə tapdıq? 6, üstə gəlsin 5. Olacaq, deməli 5. Bura nə qədər edəcək? 11. 11-ə vuranda 55. Olacaq 55 pi cavabımız. Özdə səhv etmirəmsə bu ətraflı sual olmalıdır deyəsən. Hə, ətraflı sual olmalıdır. Ətraflığında çalışın, yəni ki, qeyd edin. Kökdə 11 kiçikdir, müqayisəsini yəni ki, edin. Bu kökdə 25-dir, o kökdə 11-dir. Kiçik katetimiz budur. Daha sonra fırlanmasından alınan fiqur konusdur. Konusun doğranı bu formada da tapılır və S-yanımız da budur. Yəni bunların hamısını qeyd eləsəz sizə tam bal veriləcək. 51-ci suala keçirik. 10 il əvvəl ana qızından 6 dəfə böyükdür. Ana qızı. 10 il əvvəl ananın yaşını x düşünək. 10 il əvvəl və yaxud da qızın yaşını. 10 il əvvəl qızın yaşı da azacaq. 6 dəfə böyükdür. 10 il sonra isə 2 dəfə böyük olacaq. Deməli, 10 il əvvəl ana qızından 6 dəfə böyükdür. Olacaq nə? 6x minus 10. Bu mötərizyanlıdır təbii olaraq. 6 dəfə böyükdür. Qızın yaşı budur. Mötərizyanlı 2 dənə ifadə olduğuna görə. Vuruq 6-ya. Deyir ki, 10 il sonra isə 2 dəfə böyük olacaq. 10 il sonra nə deməkdir? Yəni ki, deməli, 6
10 il sonra. 10 il sonra indi 10 il əvvəlidir. 10 ildə sonra indi gəlməsi üçün üstünə 20 gələcək də. Üstünə 20 gələcək. Deyir 2 dəfə belə olacaq. 6 vurulsun x minus 10 üstə gəl 20 bərabərdir. Və yaxud da belə eləyək. Bizə dəqiqə. Ana və qızı x 6x. Bu 10 il əvvəldir, düzdür? 10 il əvvəl, 10 il sonra necə 20 artacaq da, düzdür? Hər birinin yaşı 20 artacaq. 2 dəfə belə olacaq deyir. 6x plus 20 bərabərdir 2 vurulsun x plus 20-yə. Sadələşdirsə 6x plus 20 bərabərdir 2x plus 40. 4x bərabərdir 20, x də bərabərdir 5-ə. Bu 5, yəni ki 10 il əvvəlkidir. İndi onun öz yaşı nə qədər olacaq? 15 yoxlama məqsədli təbii olaraq bunu edirik. Qızın 15 yaşı olur və 10 il əvvəl nə eləyir? 5 eləyir. Ana qızın 6 dəfə olunca ananın 30 yaşı olur. İndi 10 il sonra bunun 15, bunun 40 yaşı olur. Növbəti 10 il sonra isə 25, burada 50. 2 dəfə böyük olur, bəli. Ananın indiki yaşını istəyir. Bəli, ananın indiki yaşı. Qızın deməli yaşı 5 olanda ana yaşı nə olub? 30. Bu 10 il əvvəlinkidir. Ana yaşı olacaq 40. İndiki yaşı olacaq 40. Daha sonra keçid eləyək 52-ci suala. Çünki indiki yaş 10 il sonraki yaş əgər 50-dirsə 10 il əvvəlki yaş 40 olacaq da. Deyir ki, ABC rombunda BH perpendikulyarda AD və HD'nin uzunluğunu nə qədər verib? 4 verib. BH-ın da uzunluğunu verib 12 olarsa, rombun sahəsini tapın deyir. Burada belə bir şey yazsa, məsəl üçün A yazsa, bura nə olacaq? A plus 4 olacaq. Və Pifaqor terminə əsasən 12-nin kvadratı üstə gəlsin A-nın kvadratı bərabərdir A plus 4-ün kvadratına. Olur 144 üstə gəlsin A kvadratı bərabərdir A kvadratı plus 8A plus 16. A kvadratlar gedir. 8A bərabər 144-dən 16 çıxanda 128 eləməlidir. A-nı da tapanda nə qədər eləyir? 16. A olur 16. Bura nə qədər eləyəcək? 20. Rombun sahəsində də AH-dır. Yəni 20 vurulsun 12-dir. Bu da nə qədər eləyəcək? 240. 53-cü sualda bu suala aid suallar həll olunub. Deyir, funksiyaların qrafiklərin keçmə nöqtələri arasındakı məsafəni tapın. Əvvəlcə bərabər eləyək. Keçmə nöqtəni tapmanı ötürü bərabər eləyirik. Sadələşdiririk. X kvadratı minus 2x minus 3 minus 2x minus 7 bərabərdir 0. Olur x kvadratı minus 3 x minus 10 bərabərdir 0. Köklərimiz 5 və mənfi 2 olacaq. Hasil mənfi 10 eləməlidir. Cəmdə nə? 3 eləməlidir. 5 və mənfi 2. Kəsişdiyi hissələr nədir? Mənfi 2 ilə 5-dir. Düşünün ki, məsəl üçün, bu kvadratik funksiyadır. İndi bu hansı hissələrdə kəsib? Biri sağda, biri solda kəsibdir təbii olaraq. Və cəmdə müsbət alınıbsa, sanki düşünün ki, bu formada olub. Və 2x plus 7-dəki, baxın, bu formada 7. Kəsişdiyi hissələr bunlardır. Bizdən keçmə nöqtələri arasındakı məsafəni istəyir. İndi bunların deməli mənfi 2 və 5-i aparıb funksiyalarda yerinə qoysaq, yəni ki 2x plus 7-də 5-i yerinə qoysaq, eləyir 17. Olur 5, 17. Mənfi 2-ni qoyanda olacaq, deməli 3. 2 nöqtə arasındakı məsafəni də tapmanı ötürü birindən o birini çıxırıq. Elir 7, 14. 5-dən mənfi 2-ni çıxanda toplanılır da bilirik. Bunlar arasındakı məsafəni də tapmanı ötürü kvadratları. Olur 49, zəyənsin 14-ün kvadratı 196. Bu hissəmizdə eləyəcək 245. 245-də 49 vurulsun 5-dir. Və buradan da alınır 7 kök altında 5. Daha sonra 54-cü suala keçid edək. Deyir, sinifdə olan 4 olan və 6 qız arasında 4 nəfər seçilərək komanda düzəldilməlidir. Ümumilikdə nə qədərdir?
10 dənədir və 4 nəfər seçməliyik. Bunu necə hesablayırıq? 10, 9, 8, 7. Baxın 4 dənə ədəddir. 1, 2, 3, 4. 2-ni 4-ə vuranda 8-ə ixtisar edir. 3 ilə də 9 ixtisar edir. 3. 3, 7, 21. Bu da 210. Və deyir ki, oğlan və qızların sayı bərabər olmaz. Bərabər olması üçün 4 nəfəri 2 nəfər 2 nəfər seçirik. Oğlandan da 2 nəfər, qızlardan da 2 nəfər. 4-dən 2-yə hesablana 4, 3, 1, 2. Bu nə qədər eləyir? 2 dəqiqə. 6-dan 2-ni də hesablayır. 6 vur 5, 1 vur 2. 2-ni 2-yə vuranda 4 eləyir. İxtisar elədi. 3 vur 6 vur 5. Bunu da saxlayırıq. Olur. Ümumini məxrəcə yazırıq. Alınan əlverişli halların sayını isə yuxarı 3, 6, 5. 6, 5'im 30 eləyir. İxtisar eləyəndə 7 olur. 7-də 3. Sonra keçid eləyək 55-ci suala. Deyir, 3 bucaqda bu deyilsən oxşarlığa aiddir. BAC buranın alfa işarəli buna bərabərdir. BC-nin uzunluğunu 6 verib. AB-nin uzunluğunu 8 verib. Buranın ümumi uzunluğunu 8 verib. Bizə deyir ki, AD-nin tapın. Buranın x qeyd edək. Deməli, düşünsək ki, bura məsəl üçün betadır və baxın, 3 bucaq deməli, B, A, C oxşar olur. 3 bucaq yenə B, baxın B bərabərdir. Sonra alfa bərabər nədir? C-dir. B, C, D-yə. Və bizə deyir ki, AD-ni tapın. İndi diqqət edirək. Bizdən AD-ni istəyir. AD-ni tapmaqdan ötürü biz BD-ni tapacaq. Alfaya görə nisbətləri yazırıq. Bu alfaya görə nisbət nədir? 6-nın BD-yə nisbəti bərabərdir. Ümumi diqqət edirsək, indi bu hissə, yəni ki, C bucağı nəyə bərabərdir? D bucağına. Yəni ki, buradakına. Bu ümumi D-yə bərabərdir. İndi biz böyük bucaqdan götürürük də, düzdür? Böyük bucaqda 8-dir. 8-in 6-ya nisbəti olacaq. Baxın, diqqət edin, yenə deyirəm. Böyük üçbucaqla böyük A, B, C üçbucağı ilə birincisi A nəyə bərabərdir? A, C-yə bərabərdir. Yazaq məsəl üçün bu formada. C, baxın, B-miz elə B-dir. Burada nə? D-dir. B, D-C üçbucağına oxşardır da. BC-nin uzunluğu nə qədər verib? 6. Əgər qarışdırırsınızsa ayrı-ayrıqda yazın. AB-nin uzunluğu 8 verib. Bizdə sonra indi BC-nin uzunluğunu BD-nin yox, BC-nin uzunluğunu 6 verib. Burada 6 yazırıq. İndi nisbətlər nədir? BD-yə bir x deyək. X yaxud da y deyək. Y-in və yaxud da BD yazmışam deyilə. 6-nın, baxın 6-nın 8-ə nisbəti bərabərdir. Növbəti bu 6-nın BD-yə nisbəti. Baxın, biz də onu yazmışıq burada. İndi çarpı şəkildə vursaq, 8BD bərabər olur 36-ya. BD bərabərdir 36 bölünsün 8-ə. İxtisar eləsək 4-ə 9 bölü 2 edir. Yəni 4/5. Əgər 4/5 ümumidən çıxsa 4/5, yəni 8-dən. Bu da eləyir 3/5. Doğru cavabımız olacaq 3/5. Suallar belə eləyir. Çalışın hərəkət oxşarlığın izahını yazın. Beləncə ayrı-ayrı qeyd edin ki, tam ətraflı bal verilsinlər. İmtahanda yenidən deyirəm, hər birinizə uğurlar olsun. Çalışın daha diqqətli yazın ki, nəticələriniz, yəni ki, nəticənizə təbii olaraq təsir edir. Çünki az bir vaxt qalıb. Səhv eləmirəmsə, martın 1-i də OTK-nın bir sınav olacaq. Onu da diqqət yetirmək lazımdır. Çalışdığınız dərəcədə diqqətsizliklərinizi aradan qaldırın ki, buraxılışda həmin o səhvlərə yol verməyəsiniz.